Burada elə yaxşı bir mövzuya yaxınlaşdıq. Məktəblər haqqında danışarkən yadıma düşdü ki, bizim məktəblərimizdə övladlarımız qidalanmır. Evdən götürdüyü hər hansı quru yeməklərdir. Bizim övladlarımız məktəbdə gedir, çips alır, quru qidalar alır. Elə şeylər var ki, o çörəyin qurusu, suxari kimi bir şey, çörək qurusu. Onu yeyirlər, onun da min dənə fəsadı var. Hələ bilmirik ki, onu necə qurudublar, necə hissə veriblər. Biz bu məsələni necə stimullaşdırarıq? Nəyək ki, bizim övladlarımız məktəblərdə normal qida, yəni o bığlı, qarnıyolğun kişilər gəlib yemək bişirməsin, hazır gəlsin məktəbə və yaxud da ki, orada bişirilsin, standartlara uyğun olsun. Ümumiyyətlə məktəblərə bizim daha ciddi yanaşma ənənəmiz olmalıdır. Elə biz əvvəlki dövrlərdə də əslində bu ənənə yox idi. Bizim də dövrümüzdə bu qidalanma məsələsi mümkün deyildi. Ancaq çantanda nəsə götürə bilərdin, yaxud da kojik çörək, ya kalbasa menyusu var idi və bu da biraz da təhlükəli menyu idi isti vaxtlarda. Biz məktəbi fərqli formada canlandırmalıyıq. Biz məktəbə təkcə bir mənəvi mühit kimi yox, həm də fiziki gəlişmə, inkişaf mühiti kimi baxmalıyıq. Baxın, bir çox ölkələrdə məktəbdə hansısa bir idmana meyilli istedadlı uşaqları, məsələn, üzgüçülüyə gəlirlər, onlara hər cür demək, avadanlıq alıb verirlər. Onların hansısa bir şəkildə idman kompleksində məşq keçməsi üçün pulsuz şərait yaradırlar. İndi pulsuz üzgüçülük hovuzu tapa bilərsinizmi? Almaniyada ümumiyyətlə məktəbdə hovuzsuz tikilmir. Tamamilə məktəbin içində hovuz olmalıdır. Gigiyenik deyək ki, şərtlərə uyğun varmı? Yəni yaxud da məsələn hansısa bir şəkildə uşaqların duş almasını təmin edə biləcək. Futbol oynadın, basketbol oynadın, voleybol oynadın. Harda duş alasan? Bu yoxdur, bu mexanizm yoxdur. Ona görə də bu kimi məsələlər məktəbin həm də maddi texniki bazası hədsiz mərkəzləşmiş şəkildə müəyyən olduğuna görə məktəb özü-özünə öz tələbatına uyğun pul xərcləyə bilmir. Və məktəbin valideynlərlə də təması qeyri-rəsmi vəsait yığımı üzərindən olur. Halbuki indi bir neçə məktəb publik hüquqi şəxsdir. Publik hüquqi şəxs olanda rəsmi formada vətəndaş dəstəyindən də şəffaf formada istifadə edə bilərsən. Ya bu olarsa, həm vətəndaş məktəbin inkişafına maraqlı olacaqdır, həm də şagird özü məktəbdə özünü realizə etmə mühiti tapacaqdır. Biz indi nəyin üzərinə qoymuşuq? Biz ancaq tələb edirik ki, məktəbdə psixoloq çatmır, təcrübəli psixoloqlar olsa, bu ölüm halları olmaz, bıçaqlama halları olmaz, hansısa problem olmaz. Bu əslində çıxış yolu deyil. Bu sadəcə problemi görməzdən gələrək, problemi bəsitləşdirmə yoludur. Əslində məktəbdə psixoloqdan çox məktəbə bağlama, uşaqları məktəbə mənəvi tərəfdən bir özünün mühitini tapma, necə bir dindarı bir məscidə getmək üçün bir mənəvi özünə mühit tapır. Məktəb də əslində belədir, universitet də belədir. Bayaq siz mühit sözünü, məktəbin mühiti yanında. Əlbəttə, məktəbdən son zəng məsələsində mən bununla bağlı bir fikir bildirmişdim ki, son zəng sanki məktəbdən xilas olmaq, məktəbdən qurtuluş günüdür. Və əslində məktəbdən qurtuluşda bir dənə kədərləndirici faktor var ki, bir yerdə oxuduğun uşaqlarla ayrılma. Amma bu o hiss də biraz azalıb. Niyə? Çünki bir yerdə çox otura bilmirsən, repetitor yanındasan. Daha çox o repetitorun yanında olan uşaqlarla sənin sinif yoldaşlarından daha çox təmasın olur və səni məktəbə bağlayan çox az faktor qalır. Müəllimlə də sənin irtibatın, təmasın bir mənəvi irtibatdan daha çox bir məcburi irtibatdır, məcburi təmasdır və bu da uşağın məktəblə bir mənəvi aurasının formalaşmasına imkan vermir. Bir də digər tərəfdən məktəbin ətrafı çox önəmlidir. Evlər məktəbin içinə giriblər. Belə şey yoxdur. Məktəbin radiusunda deyək ki, yaşayış evləri ilə məsafələr fərqli olmalıdır. Elə məktəblər var ki, həyatı yoxdur. Həyatı yoxdur və həyatında da şəxsi evlər tikilib. Şəxsi evlər tikilib. Elə bu əslində bizdə universitet modelində də o təhlükə var. Nədir? Məsələn, bu gün Qarabağ Universiteti salındı. Sevinirsən ki, şəhərcik var, böyük bir imkanlar var. Yaxud da məsələn bizdə Mühəndislik Akademiyasının böyük bir həyatı keçmiş, Qafqaz Universitetinin həyatı, genişlik, diapazon, düşüncə diapazonun genişliyini təlqin eləyir. Bu çox önəmlidir. Amma bizdə məsələn deyək ki, hansısa bir
Bakıda məşhur universitet ad çəkmirəm, çıxan kimi birbaşa dönərxanaya çıxırsan. Birbaşa təhsil iyisini almamış dönər iyisi alırsan. Və bu da artıq təhsilin özünə təsir edir. Yoxsa məsələn məktəbin stadion məsələsi. Baxırsan ki, yalandan beton vurulur, betonun üstündən bir şey örtük çəkirsən və bu zədə aldığına görə uşaqlar intensiv olaraq o idmanda ola bilmirlər. Yəni necə olmalıdır? Unudulmuş sahədir stadionlar. Əlbəttə sənin idman meydançaların olmalıdır, rahatlıqla özünü realizə eləyə biləcək nə qədər uşaq var, nə qədər fiziki cəhətdən hansısa bir addım. Bu idmana getməyəndə nə edir? Yanındakı uşaq 3 dəfə, 5 dəfə siqaret çəkir. Bu ya idman eləyən uşağa qoşulmalıdır, ya da siqaret çəkənə. Dördüncü dəfə artıq özü də onların kampaniyasına girir. Ən yaxşı halda siqaret çəkənə. Ən yaxşı halda və digər tərəfdən məktəbdə əsas problem nədir? İndi biz şikayət edirik uşaqların çoxsanda dərs yükü çox ağır, çox acınacaqlı bir durumda. Təhsil kitabların özünün anlamaq imkanları çox çətindir. Hətta bəzən də mən özüm də o kitablarla tanış olanda baxıram ki, bu suala mən də cavab verə bilmirəm. Yuxarı siniflər. Yuxarı sinifdə elə bir qəliz formada seçilir ki, suallar, şeirlər, ədəbiyyat nümunələri və bunun o qədər faydası olduğunu düşünmürsən. Və üstəlik də universitetlərdə ən böyük faciə hələ o deyil. Universitetdə uşaqlar demək kitab götürməyə utanırlar. Hər kəs bir dəftəri qoltuğun altına vurub, bir dəftərdə 6-7 fənni yazmağa çalışır və bu dəftəri oxumayan uşaqlardır da. Ümumiyyətlə oxuyanlar kitabxanada yatır. Kitabxanada olanlar da var. Təbii ki, bu indi yaxşıları da deyim. Amma bir qism elə məktəbə həm də ondan söhbət getmir. Məsələn, o oxuyan uşaqların sayı çox olanda, oxumayan uşaqlar onlar üzərində böyük təsir göstərə bilmirlər. Oxumayanın sayı çox olanda, onlar artıq dərsin keçməsinə də mane olurlar və özlərinə bu uşaqları da qoşurlar. Çünki onlar perspektiv artıq görmürlər, müqavimət göstərə bilmirlər. İradə, ümumi iradə olur ki, bizdə də orta məktəbdə olanda, məsələn, ümumi iradə olurdu ki, çoxu dərsdən qaçmaq istəyirsə, sənin dərsdə qalmağın artıq ayıb sayılırdı ki, qaçmısınız? Əlbəttə, nə mənada məcburi qaçmışam. Necə? Ümumi sinifin deyək ki, o həmrəylik ruhunu pozmamaq üçün mən qaçmağa məcbur olmuşam. Halbuki oxumaq istəmişəm. Bizdə avranı biraz dəyişə bildik. Daha oxumaq istəyən uşaqların sayı çox olduğuna görə o oxumaq istəməyənlər bizim üzərimizdə təsirini gerçəkləşdirə bilmədilər. Naxçıvanda 10 saylıda oxumusunuz da siz? Mən əvvəl 7 saylı məktəbdə 5 il oxumuşam. Sonra 10 saylı məktəbdə 10-cu sinifə qədər orada oxumuşam.